Fason Radyo. Merhaba değerli dinleyicilerimiz. Bugün 13 Ekim 2025 Pazartesi. Bakü stüdyosundan herkese merhaba. Fason Radyo'da Azerbaycan'dan Haberler programına hoş geldiniz. Ben Özlem. Mən də Əli. Bütün dinləyicilərimizi salamlayıram. Ali, günaydın. Notlarına bakıyorum da dünkü yayınımızda konuştuğumuz Putin-Aliyev görüşmesinin yankıları devam ediyor anlaşılan. Yeni bir analiz gelmiş. Bəli Özlem, elədir. Azadlıq Radiosunun yazdığına görə siyasi şərhçi İvan Preobrajenski düşənbədəki görüşü gözəl bir performans adlandırıb. Deyir ki, bu görüşdə Rusiya tərəfi daha çox güzəştə gedən tərəf kimi görünüb. Təbii ki, bu Azadlıq Radiosunun mövqeyidir, daha müxalif bir yayım orqanıdır. Güzel bir performans. Siyaset sahnesi de bir tiyatro gibi zaten. Notlarda yine iç burkan bir konu var. Dün de konuşmuştuk gazetecilerin durumunu. Abzas Medya davasından tutuklu kadın gazetecilerle ilgili bir gelişme var sanırım. Təəssüf ki, müsbət bir xəbər deyil. Yenə Azadlıq Radiosunun xəbərinə görə Lənkərandakı həbsxanada saxlanılan qadın jurnalistlər onlara verilən sözlərin yerinə yetirilmədiyini və həbsxana şəraitinin qənaətbəxş olmadığını bildiriblər. Xüsusilə tibbi xidmətə çıxışda problemlər yaşadıqlarını deyirlər. Anlıyorum, çok üzücü. Umarım sesleri duyulur. Ve gelelim mi o meşhur konumuza? Dün de bıraktığımız yerden devam ediyor. Enflasyon. Vatandaşın hesabı yine çarşıya uymamış. Bəli, bu mövzu heç köhnəlmir. Dövlət Statistika Komitəsi ərzaq qiymətlərinin illik %8 bahalaşdığını açıqlayıb, amma Azadlıq Radiosuna yazdığına görə əhali arasında bu artımın %20-30 civarında olduğu danışılır. Rəsmi rəqəmlərlə reallıq arasında fərq qalmaqdadır. Bu hikaye bize o kadar tanıdık ki. Neyse. Biraz da güzel haberlere geçelim. Karabağ ve Doğu Zengezur'un yeniden imarı tam gaz devam ediyor anladığım kadarıyla. Notlarda kardeş ülkelerin destekleri var. Elədir. Bu çox qürur verici bir məsələdir. Füzulidə Özbəkistanın inşa etdiyi Mirzə Uluqbey adına məktəb, Qazaxıstanın tikdiyi Qurmanqazı adına uşaq yaradıcılıq mərkəzi və Ağdamda Qırğızıstanın hədiyyəsi olan Manas məktəbi fəaliyyət göstərir. Bu, Türk Dövlətləri Təşkilatı çərçivəsindəki qardaşlığın bariz nümunəsidir. Bir saniye Ali, Uşak Yaratıcılık Merkezi dedin. Çocuk Yaratıcılık Merkezi mi demek oluyor? Bizdeki sanat merkezleri gibi bir yer mi? Bəli, tamamilə doğrudur. Uşaqların, yəni çocuqların rəsm, musiqi, rəqs kimi bacarıqlarını inkişaf elətdirdikləri bir mərkəzdir. Çox gözəl təxmin etdiniz. Harika. Bu dayanışma çok değerli. İmardan devam edersek Ağdam'da yeni bir ihale de varmış. Bəli, Trend Agentliyinin xəbəridir. Ağdam şəhərində yeni yaşayış bölgəsi üçün su, kanalizasiya, yol, səki işlərini əhatə edən yeni bir tender elan edilib. Bölgəyə qayıdacaq vətəndaşlarımız üçün müasir həyat şəraiti yaradılır. Çok sevindirici. Notlarda bir de yıl dönümü haberi dikkatimi çekti. Cumhurbaşkanı Aliyev'in bir röportajı yeniden gündeme gelmiş. Bəli, Dayaz saytının xəbəridir. Bugün 2020-ci il Vətən müharibəsi zamanı Prezident İlham Əliyevin Türkiyənin Habertürk televiziyasına verdiyi məşhur müsahibənin il dönümüdür. O müsahibə müharibənin gedişatı və Türkiyənin sarsılmaz dəstəyini göstərən simvolik bir hadisə kimi xatırlanır. O günleri hatırlıyorum. Tüm Türkiye ekranlara kilitlenmişti. Günü sporla kapatalım istersen. Judocularımızdan madalya haberleri var. Bəli, bu da üzümüzü güldürən bir xəbərdir. Qazaxıstanda keçirilən turnirdə judoçularımız ümumilikdə 10 medal qazanıblar. Hətta 70 kiloqram çəkidə qadınlar arasında finalda 2 Azərbaycanlı idmançı qarşılaşıb. Vay, finali de kapatmışız yani. Harika. Tebrikler sporcularımıza. Ali, bugünkü notlar için çok teşekkürler. Yine dop doluydu. Mən təşəkkür edirəm Özlem. Fason Radyo'da Azerbaycan'dan haberlerin bugünlük sonuna geldik. Yarın yine aynı saatte buluşmak üzere. Hoşça kalın. Fason Radyo.